Mən Vüqarı təhqir etmirəm, amma tənqid edirəm. Dediyi sözə bax, sən onun bunun şeirini oxuyursan, amma Əminə xanım özü yazır. Müsavat.com xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu rəngarəng verilişində deyib. Meyxanaçı Vüqar Əbilovu onun haqqında səsləndirdiyi fikirlərə görə tənqid edib. Vüqara demək istəyirəm ki, 50 illik yaradıcılığımda oxuduğum mahnıların 80% öz bəstələrimdir. 60% isə öz sözlərimdir. Amma mən özümü şair adlandırmıram. Mən kimin şeirini oxumalıyam ki? Mən şairəm ki, oxuyanam da, şairlərin şeirlərinə müraciət etməliyəm. Mən şair deyiləm. Qeyd edək ki, mübahisənin yaranmasına səbəb Vüqarın Tarixin bir günü verilişində Tacir Şahmalıoğlu haqqında sən ancaq kiminsə sözlərini oxumusan, Əminə Şirin isə özü yazır deməsi olub.